Blok imtahanına hazırlaşanlar üçün yeni bir suala baxacağıq. A-nın hansı qiymətlərində verilmiş tənliyin həlli var? Tənliyi buradan yenidən yazaq. 2 modulda x çıxılsın. Burada x kvadratın bu şəkildə də yaza bilərik. Bərabərdir a. Və modulda x-i bir t əvəzləməsi etsək, verilmiş tənlik bu şəkildə düşür. 2t çıxılsın t kvadratı. Bərabərdir a. Və buradan da kök altında olan kvadrat üç ədədinin xassələrini yada salırıq. Yəni ax kvadratı üzərinə gəlsin bx, üzərinə gəlsin c. Kvadrat üç ədədinin a-sı sıfırdan kiçik olarsa, kvadrat üç ədədinin qiymətlər çoxluğu, yəni kökün altının qiymətlər çoxluğu 0 və kök altı n olur. Bu n isə verilmiş kök altı ifadənin ən böyük qiymətidir. Bunu da düsturla tapırıq, yəni n bərabərdir. Mənfi d bölünsün, 4a düsturu ilə tapılır. Buradan da mənfi d-ni 4ac çıxılsın b kvadratı yazaq. S-imiz 0 olduğundan, bizim tənlikdə s olmadığından bura 0 olacaq. Onda elə sadəcə mənfi b kvadratı bölünsün 4a olar. B-imiz 2 olduğundan 4 bölünsün, 4 vuraq, a-mız da mənfi 1. Bu da sadəcə 1 alınır. Buradan n-i 1 tapdıq. Onda kök altı n də kök altı 1 olar. A daxildir. 0, 1. Düzgün cavab burada C variantıdır. Hansı qiymətində verilmiş tənliyin həlli var? Baxırıq ki, tənlik kök işarəsi altındadır. Buradan belə nəticə çıxır ki, burada a ya 0-dan böyük və yaxud da ki, ən azı 10-a bərabər ola bilər. Həm də ki, 2 modulda x çıxılsın x kvadratı bərabərdir a kvadratı ola bilər. Bu iki şərt daxilində tənliyi həll etsək, birinci şərt olduğu kimi qalar. İkincidə hər tərəfi sağa keçirsək, a kvadratı çıxılsın 2 modulda x, üzərinə gəlsin x kvadratı. Bərabərdir 0. Daha doğrusu bunu bir kvadrat tənliyi kimi də yazsaq, yəni x kvadratı çıxılsın 2 modulda x, üzərinə gəlsin a kvadratı bərabərdir 0. X 0-dan böyük və yaxud da ona bərabər olanda və yaxud da 0-dan kiçik olduğu halda da hər iki halda bu tənliyin diskrimiantı x-ə görə bərabərdir. B-nin kvadratı, burada b 2-dir, 4 eləyir. 4 çıxılsın 4a kvadratı kimi açılacaq. Və tənliyin həlli olmaq üçün də diskrimiant ya 0-a bərabər və yaxud da ki, ondan böyük olmalıdır. Bərabərsizliyi həll edək. 4 çıxılsın 4a kvadratı, böyük bərabər 0-dan buradan 4-ü çıxardaq. 1 çıxılsın a kvadratı, böyük bərabər 0-dan buradan yenə də vurğuları ayırsaq. İnterval üsulu ilə həlləməyə çalışaq. Deməli, birinci kök. Burada 1-dir, burada mənfi 1-dir. Qeyd eləyək. Mənfi 1 və müsbət 1. Burada mənfi a, müsbət a. Bir-birinə vuranda cavab mənfi alındığından mənfidən başlayacağıq. Sağdan işarələməyə. Deməli, mənfi, müsbət və mənfi. Bizə müsbət aralıq lazım olduğundan mənfi 1 və 1 aralığı a üçün. Ancaq bayaq da şərtdə demişdik ki, a 0-dan böyük olmalıdır. Yəni, bunların ikisinin də kəsişməsi a daxildir, 0 və 1 aralığı olacaq. Düzgün cavab burada 0 və 1. C variantı.